Salam, hörmətli abituriyentlər. Rusiya 17-ci əsrin ikinci yarısında Rusiyanın yeni dövründən bəhs eləyəcəyi sosial-iqtisadi vəziyyət təhkimçilik qalmaqdaydı. Bu dövrdə Rusiyada ilk manufakturalar meydana gəlirdi. Əcnəbilər bu manufakturaları yaradırdılar. Lakin yerli tacir və boyarlar da manufaktura yaratmağa başlayırlar. 17-ci əsrin ortalarında Rusiyada gömrük haqqında qanun qəbul edilir. Daxili ticarət rüsumları ləğv edilir, xarici tacirlərə daha yüksək gömrük haqqı qoyulur. 1667-ci ildə yeni ticarət nizamnaməsi qəbul edilir, xarici tacirlərə Rus bazarlarında pərakəndə məhsul satmaq qadağan olunur. Çünki Ruslar xaricilərlə rəqabət apara bilmirdilər. Onların məhsulları daha keyfiyyətli, daha ucuz idi. Belə eləyirlər ki, pərakəndə mal satma, topdan satmalıydılar xarici tacirlər. Və Rus tacirləri o məhsulu alıb özü satmalıdır. Yəni bizim tacirlərimiz qazansın prinsipi idi bu. Təbii ki, bu yerli istehsalı maraqlarını müdafiə etmək üçün qəbul edilmişdi. Və 17-ci əsrin ikinci yarısında Rusiyanın əsas məqsədi Ukrayna və Belarusiya idi, Baltik dənizinə çıxış idi, Qara dəniz sahillərinə yələnmək idi. Ukrayna uğrunda Respospolita ilə müharibə aparır və İsveçlə də mübarizəsi var idi, təbii ki. Və 1654-1667-ci illəri əhatə edən Rusiya Respospolita müharibəsində Ukrayna uğrunda Rusiya qələbə qazanır. Kiyev daxil olmaqla Dneprın sol sahilini, yəni sol sahil Ukraynası və Belarusiyanın bir hissəsini Rusiya alır 1667-də. 1682-də Pyotr gəlir hakimiyyətə, o Azov qalasını tutur. Avropa təcrübəsini öyrənmək üçün ora böyük elçilik göndərir, özü də həmin elçiliyin tərkibində başqa adla iştirak edir. 1686-da müqəddəs birliyə qoşulur. İsveçə qarşı mübarizədə 1699-cu ildə Şimal İttifaqını yaradır. Burada Rusiya, Respospolita, Danimarka və Saksoniya iştirak edirdi. Bu dövlətlər. Və Şimal müharibəsinə başlayır İsveçlə 1700-1721-ci illər. Qalib gəlir. 1721-də Niştat sülh imzalanır və Rusiya Baltik dənizinə çıxır və imperiyaya çevrilir və 1-ci Pyotr imperator olur. 1711-ci ildə Prut səfərində Osmanlılara məğlub olmuşdu. 3-cü Əhmədin dövründə, amma mühasirədən sonra da çıxa bilir. Rekrut qaydası ilə daimi nizami ordu yaradır. Odlu silah istehsalı daha da genişləndirilir. 1711-ci ildə Senat yaradılır. Senat Pyotr ölkədə olmayanda qərarlar verə bilirdi. Paytaxt yeni salınmış Peterburqa köçürülür 1712-də. Rusiyada kollegiyalar yaradılır, nazirlik nümunəsində orqanlar idi. 1722-də rütbələrə dair cədvəl qəbul edilir. Yəni, rütbələrə dair cədvəldə öz əziyyəti ilə, öz bacarığı ilə hər adam rütbə ala bilirdi. Yəni, bunun üçün xüsusi bir şey, yəni adlı sanlı bir ailəyə məxsus olmaq çox da vacib deyildi. Kilsə dövlətə tabe edilir. İlk dəfə Rusiyada teatr, qəzet, dövlət kitabxanası, elmlər akademiyası yaradılır, təqvim, əlifbə islahatları keçirilir, xarici ticarət genişləndirilir və xarici tacirlərə yüksək gömrük haqqı qoyulur və onun dövründə mütləq monarxiyanın formalaşması başa çatır. Və Yekaterina 1762-ci ildə saray çevrilişi ilə hakimiyyətə gəlir, quberniya islahatı keçirir, yəni Rusiya inzibati cəhətdən quberniyalara bölünür. Zadəganlar haqqında fərman verir və onlar kəndlilər, torpaq, yeraltı sərvətlər üzərində tam sahiblik hüququ qazanırlar. Yəni bu hüquq təsdiqlənir. Onlar məcburi xidmətdən vergi və cismani cəzalardan azad edilirlər. Şərq məsələsi və Yunan layihəsi irəli sürür. Hər ikisi Osmanlının parçalanması və onun ərazilərin bölüşdürülməsi, xüsusilə Yunan layihəsi Osmanlı ərazisində yenidən Bizansın bərpa edilməsini nəzərdə tuturdu. Lakin Avropa dövlətləri arasında anlaşılmazlıq, elə Rusiyanın da Avstriya ilə anlaşa bilməməsi Balkanlarda şərq məsələsinin həyata keçməsinə mane olur. Respospolita ləğv edilir, onun ərazisi bölüşdürülür, bir hissəsini Rusiya götürür, sağ sahil Ukraynası, Belarusiya, Litva və Kurlandiyanı. 1768, 74 və 1787-91-ci illərdə Osmanlı dövləti ilə müharibələr aparılır. Bildiyiniz kimi Osmanlı mövzusunda da izah eləmişdik. Kiçik Qanarca və Yassı müqavilələri imzalanır. 1783-də Krım işğal edilir, Şərqi Gürcüstan Rusiyanın himayəsinə keçir və Yekaterinanın dövründə
Rusiya Qaradəniz sahillərində qəti olaraq möhkəmlənir, xüsusilə 1791-ci il Yassı müqaviləsindən sonra. 1801-ci ildə hakimiyyətə 1-ci Aleksandr gəlir. Ölkədə istibdad rejimi qurur, yəni zülm, belə deyək qısaca. Azad taxılçılar haqqında fərman verir. Belə ki, feodallar müəyyən ödənc müqabilində təhkimli kəndliləri torpaqla birlikdə azad eləyə bilərdi. Amma kəndə o ödənci verə bilirdimi? Bax, bu məsələ artıq problemli məsələdir. Siyasi məhbuslar əfv edilir, zadəganların hüquqları bərpa olunur, Avropa nümunəsində nazirliklər yaradılır. Baxın, biz Pyotrda dedik, kollegiyalar yaradır, amma 1-ci Aleksandr artıq nazirlik yaradır. 1810-da Dövlət Şurası yaradılır, mətbuat və kitablar üzərində senzura yumuşaldılır, yəni nəzarət, təhsilə diqqət artırılır, orta məktəb, gimnaziya və universitetlər açılır, Şərqi Gürcüstan Rusiyaya birləşdirilir. Əgər Azərbaycan tarixindən xatırlayırsınızsa, həmin vaxt Qazax, Şəmşədil, Borçalı, Loru və Pənbəh də Rusiyaya birləşdirilmişdi, Gürcüstan ərazisi hesab edilib. Fransa ilə Tilsit sülhünü imzalayır 1807-ci ildə və İngiltərə əleyhinə kontinental blokadaya qoşulmalı olur. 1-ci Rusiya Qacarlar müharibəsində qələbə qazanır, Gülüstan müqaviləsi ilə Şimali Azərbaycanın Naxçıvan və İrəvan istisna olmaqla əksər hissəsini götürür. İsveçi məğlub eləyir və Finlandiyanı tutur. 1809-cu ildə bu arada İsveçlə müharibə aparması Pyotrdan oxşar cəhət ola bilər. Osmanlı ilə müharibədə Bessarabiyanı tutur və Rus gəmiləri artıq Dunayda sərbəst üzə bilərdi ki, bu müharibə də 1806-1812-ci illəri əhatə edir və Buxarest sülhü ilə başa çatır. Baxmayaraq ki, Napolyon Rusiyanı kontinental blokadaya qoşulmağa məcbur etmişdi, amma Rusiya yenə də İngiltərə ilə ticarət eləyirdi və bu da səbəb oldu bunların arasında müharibəyə, döyüşə. Napolyon hücum eləyir, 1812-ci il Borodinoda qalib gəlib Moskvanı tutsa da çox böyük itki verir, uğurlu ola bilmir və geri qayıdır. Yəni, Moskva üzərindən yürüyüşü uğursuz olur. Baxmayaraq ki, bir döyüş bu 1812-ci il Borodino döyüşündə Ruslar məğlub olmuşdu, amma son nəticədə Napolyon məğlub olur, öz məqsədinə çata bilmir və geri qayıdır, böyük itki verərək. Avropadakı inqilablara və Osmanlı dövlətinə qarşı təklif eləmişdi ki, digər Avropa krallarına, imperatorlarına, gəlin biz müqəddəs ittifaq yaradaq. 1815-ci il Viyana konqresində bu təklifi irəli sürmüşdü. Ondan sonra hakimiyyətə 1-ci Nikolay gəlir. Onun dövründə dekabristlər üsyanı baş verir, 1825. Kim idi bu dekabristlər? Bu dekabristlər Napolyon üzərində qələbədən sonra, yəni Napolyonu təqib eləyirlər də. Ruslar Avropaya qədər, Mərkəzi Avropaya qədər gedib çıxırlar və təbii ki, o dövrdə sosial şəbəkələr yox idi. Avropa insanının həyatını öyrənmək üçün sən orada olmalıydın. Və 10 minlərlə Rus əskər, zabit Avropadakı yüksək yaşayış səviyyəsini görəndən sonra başa düşdülər ki, Rusiyadakı insanlar yaşamır. Ona görə də 1-ci Nikolay 1825-ci ilin dekabrında taxta çıxanda həmin o mərasimdə bəzi generallar, zabitlər ona etiraz edirlər hakimiyyətinə və onlar Avropa yeniliklərinin tətbiq edilməsini istəyirlər və bu dekabristlər üsyanı böyük səs salır bütün imperiyaya. Bundan sonra 1-ci Nikolay düzdür, bu üsyan yatırılır, amma 1-ci Nikolay nə edir? Bürokratiya bərpa edilir, təhsilə, nəzarət və mədəniyyətə senzura gücləndirilir. Təhsil və mədəniyyətə senzura deməkdir ki, təhsil və nəzarət birbaşa dövlətin nəzarətində olur. Yəni orada başqa bir şey yazmaq olmur kitablarda və yaxud da ki, qəzetlərdə. Sırf dövlətin nəzarətindədir. Sırf 1-ci Nikolaydan danışılır, onun əleyhinə heç bir yazı gedə bilməz. Senzura budur, nəzarət. Rusiyada sənaye çevrilişi başlayır. 2-ci Rusiya Qacarlar müharibəsində qalib gəlir. Azərbaycanın işğalı ilə Cənubi Qafqazın işğalı başa çatır. 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Osmanlı dövləti ilə 1828-29-cu illərdə müharibə aparır və 29-cu ildə Ədirnə müqaviləsini imzalayır. Həmin Ədirnə müqaviləsi ki, Yunanistan müstəqillik qazanmışdı. Həmin Ədirnə müqaviləsi ki, Azərbaycana minlərlə erməni ailəsi köçürülmüşdü. Rusiya Avropa jandarmı adlandırılırdı. Avropadakı inqilabların yatırılmasında fəal iştirakına görə bir sıra Avropa dövlətləri Rusiyanın güclənməsindən ehtiyat edib Avropa dövlətləri bloku yaratdılar Rusiyaya qarşı və 1-ci Nikolayın dövründə Krım müharibəsi başlayır 1853-56-cı illəri əhatə edən.
Bu haqda, yəni Krım müharibəsinin nəticələri haqqında 2-ci Aleksandrda danışacağıq. Ən çox iş görən 2-ci Aleksandrdır. Onun hakimiyyəti dövrü böyük islahatlar dövrü adlanır. Təhkimçiliyi ləğv edir 1861-də. Kəndlilər şəxsi azadlıq əldə edir və mülkiyyətə sahib olmaq hüququ əldə edir. Zemstvo islahatı keçirilir, özünü idarə etmə orqanları yaradılır. Məhkəmə islahatı keçirilir. Hər ikisi 1864-dür. Şəhər əsasnaməsi ilə 1870-ci il şəhər özünü idarə etmələri yaranır. Şəhər duması və bu dumalara seçilmək hüququ alırlar insanlar. Yalnız daşınmaz əmlakı olanlar, yəni şəhərdə ev olanlar, şəhərin yerli sakinləri müəyyən bir əmlaka sahib olmalıydın. Ümumi hərbi mükəlləfiyyət tətbiq edilir, hərbi xidmət müddəti azaldılır. Şəkər, duz, tütün satışı dövlət inhisarına verilir. Sənayeyə xarici kapital cəlb edilir. Mətbuata nəzarət, silki və dini məhdudiyyətlər ləğv edilir artıq bu dövrdə. Universitetlərə muxtariyyət verilir. Tam orta təhsil verən gimnaziyalar açılır. Və gəldik Krım müharibəsində 1853-56-cı illərdə Rusiya məğlub olur. İngiltərə, Fransa, Sardiniya və Osmanlı ittifaqına məğlub olur. Bu müharibə əslində Rusiya ilə Osmanlı arasında idi. Sardiniya, Fransa və İngiltərə də qoşulur, Osmanlıya dəstək verir Rusiyaya qarşı. Çünki onlar Rusiyanın yaxın şərqdə möhkəmlənməsini istəmirdilər. Və Rusiya məğlub olur, Paris sülhünü imzalayır 1856-da. Bu müqavilə ilə də Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququnu itirir. Amma 1871-ci il London konfransında öz bu hüququnu yenidən bərpa eləyəcək. Osmanlı məğlub edilir 77-78-ci illər müharibəsində, 2-ci Əbdülhəmidin dövrüdür. San Stefano sülhü, sonra Avropa yenə də məsələyə qarışır və Berlin konqresini çağırırlar. 1878-də Rusiya Qars, Ərdahan, Batumu alır. Balkanlarda Bosniya və Herzegovinanın idarəçiliyi Avstriya-Macaristana verildiyi üçün Rusiya ilə Avstriya-Macaristan arasında ziddiyyətlər kəskinləşir. Almaniyada var idi bu ziddiyyətlərdə. Şimali Qafqazın işğalı başa çatdırılır 1864-cü ildə və Mərkəzi Asiya işğal edilir. 2-ci Aleksandrın dövrü haqqında danışdıq. İndi isə 3-cü Aleksandrdan danışırıq. Ən zülmkar çar imperatoru 3-cü Aleksandrdır Rusiyanın. Milli dini zülm, ruslaşdırma siyasəti genişləndirilir, qeyri-rus millətlərə qarşı təzyiq artırılır, Qazan tatarları, başqırıqlar, çuvaşlar xristianlaşdırılır, Qafqaz və Türkistanın türk və müsəlman xalqlarına qarşı siyasi, iqtisadi və mədəni hüquqlar məhdudlaşdırılır, tədbirlər görülür bu istiqamətdə, Yahudilərə qarşı qətl və qarətlər törədilir, məhkəmə və zemstvaların müstəqilliyi məhdudlaşdırılır, təsəvvür edirsiniz. Və bu dövrdə Rusiya Xalqlar Həbsxanası adlandırılırdı. 2-ci Nikolayın dövründə mütləq monarxiyaya qarşı mübarizə daha da güclənir. Mütləq monarxiya nə vaxt yaranmışdı? Pyotrun dövründə. Mütləq şəkildə əlaqələndirməli. Tarixi yaxşı öyrənməyin yolu budur. Dünya iqtisadi böhranı baş verir. Bu Rusiyaya da təsirsiz ötüşmür. Rus-Yapon müharibəsi baş verir. Rusiya məğlub olur. Bu da Rusiyada inqilaba təkan verir. Təsəvvür edin. Dünya iqtisadi böhranı. Yaponlara məğlubiyyət, ölkədə inqilab. Yəni bu Rusiyanın vəziyyətini çox pisləşdirir. Birinci Rus inqilabı 1905-7. 1905-ci ildə bəyannamə ilə çıxış edir çar və deyir ki, мы, Nikolay II, mən 2-ci Nikolay, biz hətta 2-ci Nikolay hüquqlar veririk və imzasını atır. Hansı hüquqlar verir? Vətəndaşlara söz, mətbuat və yığıncaq azadlıqları verir. İlk dəfə olaraq Dövlət Duması çağırılır və onun dövründə Stalopin islahatlar keçirir. Bu islahatlarla milli azlıqların hüquqları məhdudlaşdırılır, kənddə sosial təbəqələşmə daha da güclənir. Və Şimali Qafqazda Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə haqqında onu deyə bilərik ki, Rusiya Şimali Qafqazda ələ keçirdiyi ərazilərdə yerli əhalini zorla xristianlaşdırmağa çalışırdı və xalq buna etiraz edirdi və bu azadlıq mübarizəsi İslam bayrağı altında aparılırdı. 1785-ci ildə hərəkata Şeyx Mənsur başçılıq eləyirdi və Alda döyüşündəki qələbəsi onlara ruh yüksəkliyi vermişdi. 87-ci ildə 1787-ci ildə Rusiya ilə Osmanlı arasında başlayan müharibə onlarda daha da böyük ruh yüksəkliyi yaradır. Amma təəssüf ki, sonra Osmanlı burada məğlub olacaq. 1790-cı il Kuban döyüşündə Ruslar dağları məğlub edir, Şeyx Mənsur əsir düşür, zindana salınır və zindanda da vəfat edir. 91-də də elə Osmanlıları da məğlub edir Rusiya. Şeyx Şamilin azadlıq hərəkatı
haqqında danışacağıq. Ümumiyyətlə Qafqaz müharibəsi haqqında. Qafqaz müharibəsi 1817-1864-cü illəri əhatə eləyir. Rusiyanın işğal edilmiş ərazilərdə qalalar tikməsi, əhalinin yaşayış məntəqələrini dağıtması, onları köçürməsi, onların yerinə rus kəndlilərini yerləşdirməsi, bütün bunlar Qafqaz müharibəsinə səbəb olur və 1817-1864-cü illəri əhatə edən Qafqaz müharibəsinin böyük bir hissəsi Şeyx Şamilin fəaliyyətidir. Yəni 1834-dən 59-a qədər. Şeyx Şamil rəhbərlik edir. O, güclü imamət dövləti yaradır və intizamlı ordu yaradır. Lakin uzun müddətli döyüşlər dağların müqavimətinə tükədir. Rusların sayı da çox idi, silah, sursat, təchizatı da yaxşı idi. Daha uzun müddət mübarizə apara bilmir. 1859-cu ildə Şeyx Şamil Rusiyaya qarşı müqaviməti dayandırır. Mübarizə isə 64-ə qədər davam edir və 1864-cü ildə Rusiya Şimali Qafqazın işğalını, beləliklə bütün Qafqazın işğalını başa çatdırır. Və Rus müstəmləkəçiliyinə qarşı bu mübarizə müridizm hərəkatı adlanırdı. Belə, dəyərli yoldaşlar, Rusiya mövzusu və onunla birlikdə Şimali Qafqazda Rusiya müstəmləkəçiliyinə qarşı mübarizədən ümumi şəkildə danışdıq. Daha ətraflı və daha geniş məlumat vəsaitimizdə var. İndi isə vəsaitimizdən mövzunu öyrənək, hər birinizə uğurlar arzulayıram. Hələlik.